Həzrəti Zeynəb salamullahi aleyha Şam-ı Qəribanda İmam Zeynəlabdin aleyhissalam deyir ki, gördüm ki, bibim Zeynəb, atam şəhid olandan sonra gördüm ki, bibim Zeynəb əlini Allahın dərgahına qaldırıb gecə vaxtıdır. Hey təkrar deyir ki, İlahi əl-əf, əl-əf, əl-əf. Allaha deyir, İlahi məni bağışla. Bu qədər qurban verən adam deyir, məni bağışla. Bilməm, nəyin tövbəsi idi bu, Həzrəti Zeynəb nədən tövbə edirdi? Bəlkə tövbə edirdi ki, İmam Hüseynin yolunda az qamçı dəyib ona. Bəlkə istiğfar edirdi ki, niyə mən İmam Hüseyndən sonra sağ qalmışam ümumiyyətlə, o gedib mən qalmışam. Mən neynəmişəm ki, Hüseynindən sonra nəfəs alıram. Niyə mən ölmədim səhabələr kimi İmam Hüseynin yolunda? Tövbənin beləsi də var. İmam Hüseyin düşməni heç vaxt ağız açmazdı, elə deyil. Amma İmam Hüseyin aleyhissalam dedi ki, Aşura gecəsində bizə möhlət al. Həzrət Əbəlfəzi göndərdi. Nə üçün göndərdi? Dedi ki, mən namazı, ibadəti sevirəm, Quran oxumağı sevirəm. Aşura gecəsi ki, sabah şəhid olacaqdılar. Mən deyərdim ki, Hüseynin istiğfar gecəsidir. Hüseyin Allahdan bağışlanmaq istəyirdi. Heç bir günah yox, bəşər üçün bu qədər fədakarlıq eləyən İmam Hüseyin. Mən axırıncı halına baxıram İmam Hüseynin. Bax, o qədər qurban verdikdən sonra, axırıncı halı ki, deyir, La mə'budə sivak, ya qiyasəl müstəqisin. Yəni, deyir ki, əlli boşam Allah, bacardığım buydu da, hiss eləyənmədim mən. Məni qəbul elə. Bacardığım buydu. Sizə hamımıza qurban olun bir sözü deyim və bitirim sözümü ki, İmam Hüseyin aleyhissalam ki, o boyda fədakarlığı ilə deyir ki, mən əli boşam. Mən sizdən xahiş edirəm ki, birdən Allah eləməsin, bu tutduğunuz orucu, namazı nəsə bir şey hesab eləyərsiniz. Mən oruç tuturam. Hamımız özümə birinci deyirəm ki, bunu tərəziyə qoyanda adama bir şey verməzlər. Bəs nəyə nəsə verərlər? Ona ki, deyəsən ki, bacardığım budur. Bu orucu bəhanə elə, məni də dostlarımdan say. Bu ayda sənin bir əziz qonağın var da İmam Zaman. O da sənin qonağın. Mən ki, sənə qonaq olmağa layiq adam deyiləm. Onun hörmətinə məni də qonaqlarından say. Mənim də bu ibadətimi qoş o salihlərin ibadətinin bir küncünə deyilən, onların bəhanəsinə məni bağışla.